Pasportun sahibi doğulduğu gündən valideynlərinə problem olaraq doğulur. Bu pasportun sahibi isə doğulduğu gündən valideynlərinə sevinç gətirir. Düzdür, bu pasportun sahibini də sevinir, amma müvəqqəti sevinir. Çünki hamiləlik dövründə sevinə bilirsən. Doğuş gələndən sonra, doğuş ən azı 1000 manat, tibb bacısı pulla, həkim pulla, dərmanlar pulla, hər şey pullandır. Burada isə hər şey pulsuzdur. Tibb bacısı da pulsuzdur, xəstəxana da pulsuzdur, doğmaq da pulsuzdur. Məktəb vaxtı başladı. Bütün məktəb ləvazımatları valideynin cibindən çıxır. Məktəbi, kitabı, dəftəri, sumkası, paltarı falan. Bu pasportun sahibi valideynin heç də vecinə deyil. Çünki məktəb kitabını da verir, məktəb kompüterini da verir, planşetini də verir. Əgər imkanın yoxdursa, az təminatlı ailəsinsə çantasını da verir. Məktəbi qutarandan sonra bu pasportun sahibi başına yenə bir daş düşür. Əgər universitetdə, institutda harası girdisə, o da pulla, uşağını məcbur pulla müəllim yanına göndərməlidir, uşağını məcbur öyrətməlidir. Girdisə yenə başına daş düşür, çünki kirayə ev tutub onu orada oxutmalıdır, əgər başqa rayonda yaşayırsa. Ondan sonra onun cibinə pul qoymalıdır ki, müəllimlərə qiymət almaq üçün rüşvət versin. Bu pasportun sahibi isə dünya vecinə deyil. 18 yaşından sonra övladı oxusa da, oxumasa da, 18 yaşından sonra özünə ev çıxardacaq. Dövlət ona hər cür dəstək verəcək, hər cür. Universitetə girir, uşaq pulu kəsilir, amma ən azı 1000-1200 avro dəyərində tələbə təqaüd ala bilir. İngiltərənin, dünyanın ən top 5-likdə olan universitetlərinə hətta illiyi 100 min dollar olsa belə girə bilir. Sən varlısan, yoxsa kasıb önəmli deyil bu pasportun sahibi. Deyək ki, hər ikisi universitetdə bitirdi. Bu pasportun sahibi istəyirsən qız ol, istəyirsən oğlan, valideynin sənin hər işinə qarışır, valideynin səni kontrol eləməyə çalışır. Çünki hər biri sənin başına vurur ki, səni mən oxutmuşam, sənə mən təhsil vermişəm, səni mən böyütmüşəm. Bu pasportun sahibi isə valideynin səni ümumiyyətlə itirib axtarmır, azadsan, rahatsan, hara getdin, hara gəldin, hansı ölkəyə köçdün, harada yaşadın, hansı işdə işlədin, önəmli deyil. Sən işləməyəndə dövlət sənə aylıq müavinət verir, evin kirasını ödəyir, sənin bütün kredit borclarını ödəyir, sənin idmana gelsənsə idmanın pulunu verir. Sənə hər cür dəstək olur ki, sən işləyib pul qazanasan, vergi ödəyəsən. Bütün nəsil nəzarət yığışır ki, sənə iş tapsın, bu pasportun sahibi. Bütün nəslin, valideynlərin bütün qohumlara ağız açın. Övladını 300-500 manata işə düzəltsin. Borc aldın, pensiya yaşına çatdın. Bu pasportun sahibi sənsə, sən övladın sənə baxmaq məcburiyyətində deyil. Sənə assistent verir dövlət. Ölənə kimi bu pasportun sahibinə dövlət baxır. 1000-1500 avro pensiya verir. Gedib İspaniyada, İtaliyada, Taylandda yaşaya bilirsən, kef çəkə bilirsən. Bu pasportun sahibi sənsə, övladıva möhtacsan. Övladın sənə baxmaq məcburiyyətindədir. Çünki 250-300 manat pensiya almaqla dolana bilməzsən. Bu pasportun sahibi valideyn övladına hər zaman ölənə kimi möhtac vəziyyətdə yaşayır. Bu pasportun sahibisənsə, sonunda öldünsə, səni yandırırlar, balaca bir qabın içində ağacın dibinə tökürlər. Bu pasportun sahibisənsə, ölümün belə övladların üçün böyük bir dərddir. Çünki 3'ün var, 7'in var, 40'ın var, qəbirdaşın var, qəbir yerin var.